Günlük bürc proqnozu 4 noyabr 2025. Qoç. Duyğularınız sıxlaşır. Yeni və köhnə əlaqələr daha çox məna daşımaqdadır, çünki onlar sizin gerçək özünüzün daha dərin bir əksi mənasını verir. Xüsusilə yaxınlarınız sizin səmimi duyğularınızı təqdir edəcək və sizə köməkçi olmaq üçün hər şey etməyə çalışacaqlar. Bu zaman dilimində evinizin təmiri və daşınmaz əmlak əməliyyatlarınız üçün müsbət bir zamandır. Əkizlər. Eşq, xüsusilə yeni əlaqələr, indi məhkumiyyət kimi görünə bilər. Qurulan yoldaşlıqlar dərinləşəcək və sizin hər ikinizə çox təsir edəcək. Yaradıcılıq ürəkdən gəlir və yeni bir ölçüyə çatacaqdır. Bu təsir bitənə qədər yeni romantik sıxlığınızı yaxşı istifadə edin. Şiir. Həyatınızı ideallarınızla bərabərləşdirin. Fəlsəfənin gələcəyə necə təsir etdiyini bildiyiniz üçün ona yönəlirsiniz. Nüfuzlu şəxslər özünə inamınıza hörmət edir və sizə daha çox səlahiyyət verəcəklər. Qazancınızı paylaşın və təsiriniz daha da artacaq. Tərəzi. Həyatı görmə şəkliniz artıq həyatdan ən çox faydalanmanıza kömək olar. Monumental dəyişmələr gözlənilir. Həyatınız üzərində daha çox idarəyə sahib olduğunuz yeni bir gələcək görürsünüz. Yeni yoldaşlar və yeni fikirlər özünüzü tamamilə ifadə etmək üçün fürsətlərdir. İndi çox iş zamanıdır. Ox atan. Gücə və siyasətə dair yetkin anlayışlar həyatınızı yeni bir perspektivə qoymaq üçün kömək ola bilər. Bu, həyatınızın geri qalan qismi ilə nə etmək istədiyinizi, keçmişi qiymətləndirərək təyin etmək üçün yaxşı bir zaman ola bilər. Dolça. Qarşılaşdığınız ego qarşıdurmalarından bir şey öyrənin. Çoxdan bitmiş bir əlaqənin yaxasını buraxın. Keçmişinizə daha çox sarıldıqca başqaları sizə daha çox güc tətbiq edir. Siz daxil hər kəsə qarşı dürüst olun. Başqalarının sizə necə nəzarət etdiyini öyrənin. Daha sonra özünüzü daha yaxşı tanıyacaqsınız. Buğa. Artıq sürətli öyrənirsiniz. Öyrəndikləriniz sonsuza qədər sizinlə qalacaq. Siz din, metafizika ya da psixologiya kimi dərin intizamlarla maraqlanırsınız. Ayrıca böyük bir etibarla məlumat daşıya bilərsiniz. İnsanlar düşüncələrinizi mənalı və ofsunlayıcı olaraq qiymətləndirəcəklər. Xərçəng. Barmaqlarınızın ucunda yeni bir güc kəşf etdiniz. Siz çox şeyi bacara bilərsiniz və nüfuzlu şəxslər bunu istədiyiniz kimi etmək üçün sizə icazə verəcəklər. İnsanlar enerji və açıqlığınıza hörmət edir və sizin hədəflərinizə çatmanıza kömək olurlar. Bədəninizi və ətrafınızı yeniləyin. Bu xüsusi bir nemətdir. Qız. Digər zamanlarda çətin olduğunu düşündüyünüz dəyişiklikləri edin. Doğru olanı etmək üçün intizam və iradəniz var, artıq dəbdəbəli deyilsiniz, amma etdikləriniz gələcək üçün güclü bir təməl buraxar. Siz necə tutumlu olmanız və eyni zamanda irəliləməniz lazım olduğunu yaxşı bilirsiniz. Əqrəb. Təxəyyülünüz sizə öz içinizdə əhəmiyyətli dəyişikliklər etmək üçün kömək edə bilər. Səyahət baxış bucağınıza köməkçi ola bilər. İradəniz ideallarınız ilə ölçülü hala gətirilə bilər. Dəyişiklik etmək üçün yaxşı bir zamandır. Oğlaq. Təsirinizdən doğru şəkildə istifadə etməklə maraqlanın. Bundan sui-istifadə etməyin. İnsanların sizə kömək etməsini təmin edərək, siz dünyəvi mövqeyinizi təhlükəyə atmadan güc qazanırsınız. Özünüzə hakim olduğunuzda kariyer və gələcəyiniz üçün ən böyük köməyi təmin etmiş olacaqsınız. Balıqlar. Gücünüzü qorumaq ya da qazanmaq üçün yumurta qabığı üzərində getməlisiniz. Ciddi bir şəkildə test ediləcəksiniz. Bu test üçün ruhi vəziyyətinizi alt-üst etməyə dəyərmi? Əgər vəziyyət bu isə, sizin olanları qorumaq üçün körpüləri yandırmadan diş və dırnaqla mübarizə edin. Artıq gizlənə bilməzsiniz. İşin əsas nöqtəsi başqalarına sizi məğlub etmək üçün vasitələr vermədən ayaqlarınızı möhkəm bir şəkildə torpağa basmaqdır.